Salam hörmətli tamaşaçılar, xoş gördük sizi. Bugün bu həftə 22 iyundan başlayaraq 26 iyuna qədər Aşbanın növbəti yay sessiyası start götürüb. Bu sessiya ərzində müxtəlif məsələlər, müxtəlif müzakirələr və debatlar keçiriləcək və həmçinin də tədbirlər keçirilməsi planlaşdırılır və nəzərdə tutulur. Bunların bir neçəsi barəsində istəyərdim sizin diqqətinizə yönəldirim. Deməli, birinci məsələ Azərbaycan haqqında birbaşa debatdır, dinləmədir. Silencing Critical Voices in Azerbaijan, yəni Azərbaycanda tənqidi səslərin susdurulması haqqında dinləmə olacaq. Dinləmənin tarixi 24 iyun da baş verəcək və dinləmələr zamanı Belçikalı deputat Lacro, cənab Lacronun 2022-ci ildən başladığı hesabatın məntiqi nəticəsi kimi həm məruzəsinin təqdimatı və məruzəsinin təqdimatından sonra deməli işçi qrupun təqdim elədiyi qətnamə. Əlbəttə ki, qətnamə qəbul olunandan sonra onun mətni də sizinlə paylaşılacaq. Mən deməzdim ki, bu sıradan bir sessiyadır. Bu daha çox Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yoxlanılması və Azərbaycanın Avropa Şurasında taleyinin həll olunması baxımından çox vacib bir sessiya kimi hesab olunur. Bundan əlavə sessiya ərzində Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra olunmaması barədə dinləmələr keçiriləcək və debatlar olacaq. Əlbəttə ki, biz bilirik ki, mart ayından etibarən Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın onun qərarlarını icra etmədiyinə görə Avropa Şurası Nazirlər Kabinetinə Azərbaycanın Avropa Şurasından kənarlaşdırılması niyyəti ilə müraciət, məqsədi ilə müraciət ünvanlanıb. Bundan əlavə yeni bir Avropa İnsan Haqları Məhkəməsinin qərarı bir neçə həftə öncə deməli Avropa Şurasına təqdim edildi. Bu qərarda Azərbaycanın şahidləri deməli Avropa İnsan Haqları Məhkəməsində iştirak etmək üçün şahidləri ölkəni tərk etməyə icazə vermir. Əlbəttə bildiyimiz kimi deməli Avropa Şurasında Azərbaycan artıq Avropa Şurası Parlament Assambleyasından akkreditasiyası ləğv edilib. Belə demək mümkünsə Azərbaycanın Milli Məclisinin deleqasiyası Aşbanın işindən kənarlaşdırılıb. Deməli qalıb hələlik Aşbanın Avropa Şurası Nazirlər Kabineti ilə əlaqələr və bir də Avropa İnsan Haqları Məhkəməsi ilə əlaqələr. Nəzərə alsaq ki, artıq məhkəmə özü də şikayət verib. Çox güman ki, bu Azərbaycan üçün artıq Avropa Şurasında yolun sonu demək olacaq. Dinləmələr vaxtı ərzində həmçinin də akademik azadlıqlar haqqında Aşbanın İnsan Haqları Komitəsinin məxsusi bir dinləməsi olacaq. Deməli, yanvar sessiyasında xatırlayırsınızsa biz iştirak eləmişdik həmin dinləmədə. Bu sessiya ərzində də həmin dinləməyə qatılmağı planlaşdırırıq. Keçən dəfə olduğu kimi bu dəfə də biz Azərbaycanda akademik azadlıqların Fazil Qasımov, Quba İbadoğlu, Bəhruz Səmədov, İqbal Əbilov və digər ziyalıların timsalında nə cür pozulduğunu Avropa Aşba İnsan Hüquqları Komitəsinin diqqətinə çatdıracaq. Bundan əlavə, deməli, Avropada keçirilən seçkilər bilirik ki, Macaristanda və digər ölkələrdə seçkilər keçirildi. Həmin seçkilərin monitorinqi və oradakı vəziyyət haqqında müşahidəçilərin fikirləri səsləndiriləcək və digər ölkələrə də bax bu demokratik proses üçün müəyyən tövsiyələr veriləcək. Digər bir məsələlərdən biri də Azərbaycan üçün vacib olan transmilli repressiyalar barəsindədir və bu sessiya üçün də transmilli repressiyalar barəsində bir tədbir planlaşdırılır. Əlbəttə biz bilirik ki, diktatura təkcə ölkə daxilində deyil, artıq ölkə xaricində də tənqidçi səsləri susturmağa çalışır və artıq Azərbaycanın misalında biz Vidad İskəndərli, Məhəmməd Mirzəli, Bakıxanov, Bayram Məmmədov və digər işləri görmüşük ki, hansı ki transmilli repressiyanın tənqidçi səslərini öldürdüyü, onlara hücum elədiyi, onlara qiyabi həbs qərarlarının verilməsi haqqında artıq bu təcrübəni biz Azərbaycan rejiminin ifasında izləyə bilirik. Amma təəssüf ki, bu təkcə Azərbaycanla bağlı deyil, bir çox ölkələrdə belə hallar rastlaşdığına görə artıq Aşbada bu barədə xüsusi dinləmədə və tədbirlərdə planlaşdırılır. Həmçinin bu sessiya zamanı
Rusiyanın digər ölkələrə və xüsusilə də keçmiş SSR ölkələrinə, SSR dövlətlərinə, onların daxili işlərinə müdaxiləsi, bəzi qanunvericilikdə Rusiya marağına xidmət edən və yaxud da Rusiyadan gələn tezislər üzərindən olsun siyasi partiyalar haqqında, olsun media haqqında yeni qanunların qəbul olunması və qüvvəyə minməsi artıq həmin ölkələrdə, dövlətlərdə insan haqları və media azadlığını son dərəcə dözümsüz, dözülməz bir hala gətirib çıxarıb. Belə əziz izləyicilər, bu sessiya ərzində bir-birindən maraqlı dinləmələri çalışacağıq ki, sizə təqdim eləyək. Bizi izləməyə davam eləyin. Əlbəttə ki, biz ingilis dilində müsahibələri də nəzərdə tutmuşuq və xüsusilə də deməli Azərbaycanda tənqidçi səslərin susdurulması məruzəsinin baş məruzəçisi Belçikalı millət vəkili deməli cənab Lakro ilə sabaha bizim müsahibəmiz planlaşdırılır. Bizi izləməyə davam eləyin, dəstək olun, bəyənin və paylaşın. Təşəkkür edirəm.